Asan Könüllüləri Təşkilatının Mədəniyyət Carçısı proqramının təşkilatçılığı ilə Cəfər Cabbarlının əsəri əsasında hazırlanan Sevil tamaşası səhnələşdirilib. Tədbirdə Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Asan Könüllüləri Təşkilatının sədri Anar Musayev, Asan Könüllüləri və digər qonaqlar iştirak ediblər. Çox uğurlu səhnə alındı. Bu işdə ən böyük zəhmət, yəqin ki, rejissor işi və könüllərimizin ürəyidir. Yəni, bu məsələyə ürək qoymalarıdır. Ona görə ürək işi adlandırıram bu tamaşanı. Hansı ki, buradan bir nəticəni də biz əldə etdik. Bir həqiqəti bir daha dərk etdik. Azərbaycan xalqının milli mentalitetində heç də qadınları ikinci dərəcəli hesab olunmuyor. Ən qədim zamanlardan Azərbaycan xanımları ailə, tayfa, obanı idarə edən və döyüşə öz həyat yoldaşı ilə bir yerdə gedən, lazım olanda siyasətçi, lazım olanda döyüşçü ola bilən, lazım olanda ailənin xanımı, ailənin başçısı ola bilən bir statusda olubdur. 16 Asan Könüllüsünün hazırladığı Sevil tamaşası 5-ci Asan Teatr Festivalı çərçivəsində ilk tamaşa olub və qadın azadlığı, ailə dəyərləri və cəmiyyətin dəyişən rolları kimi mövzuları əhatə eləyib. Məqsəd Azərbaycan ədəbiyyatının klassik nümunələrindən biri olan bu əsərin müasir teatrda yenidən səhnələşdirilməsidir. Əsərdə qadın azadlığı eyni zamanda qadınların cəmiyyətdə rolunun mühümlüyündən bəhs olunur. Qeyd etmək istərdim ki, tamaşamız 5-ci Asan Teatr Festivalı çərçivəsində həyata keçirilir və sözügedən festival çərçivəsində il ərzində paytaxtda eyni zamanda müxtəlif regionlarda tamaşalar səhnələşdirilir. Sevil rolunu oynarkən qürur hissi duyuram. İllər öncə yazılsa da bu əsər, bugünkü dövrdə də çox aktualdır bu mövzumuz və qadınların səsi olmaq mənim üçün bir qürurdur. Balaş obrazı əslində gözü çox boyanmış bir obrazdır. Həyatın tam olaraq mənasını başa düşməyib və kənardan gələn bir qüvvələr onu tamamilə başqa tərəflərə yönləndirə bilir. Yəni yönləndirilməyə çox açıq bir obrazdır. Günlərə qaldın, müstəzandır çək balaş. 500-dən çox tamaşaçının iştirakı ilə baş tutan tamaşanın sonunda könüllülər təltif ediliblər. Xatırladaq ki, Mədəniyyət Carçısı proqramı çərçivəsində bugünədək 100-dən çox səhnə əsəri nümayiş etdirilib, 600-dən artıq ustad dərsi vasitəsilə gənclərin yaradıcılıq potensialının inkişafına mühüm töhfə verilib.